Salam hörmətli izləyicilər. Bugünkü qonağımız Aysel Məmmədovadır. Educolor Education Center təsisçi və direktoru, Beynəlxalq Təhsil və İnkişaf Platformasının qurucusu və beynəlxalq təhsil eksperti. Xoş gəldiniz Aysel. Xoş gördük. Bütün izləyiciləri salamlayıram mən də. Təşəkkür edirik. Gəlin elə birinci ondan başlayaq. Bu Educolor adı necə yaranıb? Çox maraqlı sualdır. Educolor ümumiyyətlə 2015-ci ildə təsis olunubdur. Və həmin dönəmlər mənim əslində tələbəçilik dönəmlərimə düşür və 4-cü kursda artıq təhsil alırdım. Və mən Bakı Şəhər Baş Təhsil İdarəsinə bir maraqlı layihə təqdim elədim. Və onda da elə oldu ki, biz həm təhsil, həm idman, yəni şagirdlərin aşıda vaxtlarının səmərəli təşkil məsələlərinə baxırdıq. Və həmin dönəmlərdə də əslində qalsa tələbə olmağıma baxmayaraq mənim çox böyük bir məsuliyyətim var idi. 3 böyük rayon belə deyək ki, mənim kurassiyamdaydı ki, biz orada layihələr aparırdıq. Bilirsiniz ki, Bakı Şəhər Baş Təhsil İdarəsində dövlət məktəbləri onların tabeliyindədir. Və biz ilk olaraq Suraxanıdan başladıq və həmin dönəmlərdə Suraxanıda 2000-3000-in üzərində olan böyük məktəblər, kontingenti olan məktəblər var idi. Biz şagirdlərin xarici dil biliklərinin artırılması istiqamətində zehni inkişaf proqramları belə deyək həyata keçirdik. Yəni hansı ki elə proqramlar həyata keçirirdik ki, orta məktəblərdə o ümumiyyətlə yoxdur, əlçatan deyil. Məsəl üçün elə proqramlar var ki, onlar bilirsiniz ki, məsəl üçün liseylərdə var, amma dövlət məktəblərində yoxdur. Sürətli hesablama proqramları, sürətli oxu proqramları, bunlar ümumilikdə zehni inkişaf proqramları gedir və əsasən də biz bilirdik ki, orta məktəblərdə dillə bağlı kifayət qədər problemlər olduğu üçün, xüsusən də ingilis dilinin tədrisindən bağlı əsas fokusumuzu bu istiqamətə vermişdik. Və bunun paralelində də biz müxtəlif dərnəklər, idman dərnəkləri də həyata keçirirdik ki, yenə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkil məsələsi. Təhsil, idman, inkişaf bir yerdə olduğuna görə düşündüm ki, Educolor məhz niyə olmasın, rəngli təhsil anlamına gəlir. Və elə adımız da bu formada davam elədi. Sonra beynəlxalq arenaya çıxdıq. Və düşündüm ki, elə bu ad bizə əvvəldən uğurlu gəlibdi və bu formada da davam etsin. Nə gözəl, çox da qəşəng, çox da gözəl ideyadır. Mərkəzinizin ümumiyyətlə əsas istiqamətləri nələrdir? Bizim mərkəzimizdə əsasən 3 istiqamət var. Birinci növbədə birinci istiqamətimiz beynəlxalq təhsildir. Ondan çox ölkənin Azərbaycandakı yəni müxtəlif universitetlərinin rəsmi nümayəndəliyini eləyirik. Ona görə birinci istiqamətimiz bizim beynəlxalq təhsil və bu istiqamətdə verdiyimiz konsultasiyalarda, qəbullarda, transfer proseslərdə əsasən bunları həyata keçiririk. İkinci istiqamətimiz təlim və tədris prosesləridir. Burada daha çox biz yerli sertifikatlar, beynəlxalq sertifikatlar, kurs proqramları, daha çox xarici təhsillə bağlı kurs proqramlarıdır ki, bilirsiniz, SAT-dir, IELTS-dir, TOEFL-dur və s. axır. Üçüncü istiqamətimiz isə biz həm də karyera mərkəziyik. Ona görə karyera quruculuqla bağlı da bizdə kifayət qədər proqramlar var. Xüsusən də tələbələrin tələbəçilik dönəmlərində artıq karyera ilk addımlarını ata bilməkləri üçün həm təcrübə proqramlarımız var, yerli təcrübə proqramları var, ölkə xaricində olan təcrübə proqramları var. Düşünürəm ki, irəliləyən zamanlarda bununla bağlı ətraflı məlumat verəcəyik. Dünən özüm də mən şəxsən birində iştirak etdim. Baxmayaraq ki, bu belə tədbirlər mən çox qatılıram və çox məmnun qaldım Aysel xanım bu arada. Çox gözəl gerçəkdən və mən özüm də şəxsən öz adıma deyərdim ki, gələcəkdə tələbələrdə tələbə kütləsi çoxdur məndə ətrafımda və onları sizə yönləndirməyi özümə bir borc bilirəm. Çünki işi həqiqətən də bacaran insanlarla işlədikdə nəticələr də hər zaman mükəmməl olur. Hansı ölkələrdən, universitetlərlə işləyirsiniz? Bizdə ölkə profili ümumiyyətlə belə deyək də, Azərbaycan olaraq türk dilli ölkələrə əsasən Türkiyədir, Şimali Kiprdir, daha sonrasında vizasız ölkələr deyə bilərik ki, Gürcüstandır, Ukraynadır, Rusiyadır. Daha sonra Avropa ölkələrini misal gətirə bilərik. İtaliya ilə daha geniş əlaqələrimiz var. Bir dönəm Polşa daha ağırlıq təşkil eləyirdi. Orada müəyyən viza problemlərindən sonra artıq hər il belə deyək də müəyyən dəyişikliklər olur. Amma Avropa istiqamətində seçimlər genişdir. İtaliya bizim daha ağırlıq elədiyimiz istiqamətlərdən biridir. Amerikadır, Kanadadır, İngiltərədir. Bu kimi yəni istiqamətlər ağırlıq təşkil eləyir. Aysel xanım, bəs düzgün ölkə seçimi necə olmalıdır sizcə? Yəni nəyə diqqət yetirməlidirlər? Düzgün ölkə seçimində ümumiyyətlə mən hər zaman valideynlərimizi birinci növbədə konsultasiyaya dəvət edirəm. Konsultasiya zamanı biz artıq hətta məsləhət görürəm ki, yəni tək gəlməsinlər.
tələbə namizədini özlərindən gətirsinlər. Çünki konsultasiya prosesində həm şagirdin potensialına baxılır, həm valideynlə istəkləri eynilik təşkil edir ya yox. Çünki bilirsiniz ki, əksər hallarda ziddiyyət də olur arada və bu zaman bizim işimiz də daha da çətinləşir. Əvvəl bir ailəni məmnun etmək üçün iki tərəfi biz fərqli-fərqli istiqamətlərdə məmnun saxlamaq məcburiyyətində qalırıq. Əgər ki, özlərini tamamilə mütəxəssisə buraxsalar və təbii ki, bu düzgün mütəxəssisdirsə, birinci növbədə şagirdin potensialına baxmalıdır. Çünki praktikamızda hər zaman olubdur ki, məsəl üçün Amerika niyyətindən gəlir, amma uşağın potensialına baxdıqdan sonra görürük ki, yəni bu orada təhsil ala biləcək bir səviyyənin uşağı deyil. Yəni valideynin də ora qoyacağı maddiyyat belə deyək ki, boş-boşuna qoyulmuş bir maddiyyat olur. Yəni valideyn də eyni qaydada bəzi hallarda uşağın potensialı yaxşı olur, amma valideynin büdcəsi onu dəstəkləmir və bəlirli bir müddətdən sonra o oradakı təhsilini yarım qoymaq məcburiyyətində qala bilər və bu baxımdan da biz çalışırıq ki, bunlar bir-biri ilə eynilik təşkil eləsin. Yəni arada kəskin ziddiyyətlər olduqda təəssüflər olsun ki, təhsilin də sona qədər çatmamağına səbəbiyyət ola bilir. Yəni tövsiyə olunan odur ki, hər iki tərəfin həm belə deyək ki, razılığı, həm də ki, durumlarını nəzərə almaq lazımdır. Yəni uyğunluq olmalıdır. Sizin dediyiniz mövzu əslində o qədər gözəl mövzudur ki, mən MPTV kanalında Sevinç xanımın qadın saatı verilişi vardı və orada Sevinç xanım çox gözəl suallara toxunurdu. Yəni şagirdlərlə bağlı, tələbələrlə bağlı seçim edərkən siz nəyə diqqət edirsiniz? Görürəm siz də həmin mənim dediyim fikirləri vurğulayırsınız ki, uşağın potensial imkanı, mən də dəfələrlə hər zaman onu deyirəm ki, potensial imkan əgər uyğun gəlmirsə, biz heç bir şeyi zorla ora məcbur edə bilmərik. Yəni onun mütləqdir ki, emosional durumu da burada çox önəmlidir. Təbii ki, zehni inkişafı burada çox önəmlidir. Bunlar hamısı əgər doğrudan da bizim dediyimiz standartlara cavab verirsə, onda həmin uşağın da orada gedib imkan, yəni təhsil alması və yaxud hər hansı problemlə üzləşdiyi zaman rahat bir şəkildə onun öhdəsindən gəlmə ehtimalı daha yüksək olur. Yəni biz hər zaman valideyni nəzərə almamalıyıq ki, valideynin istəkləri. Biz uşağın potensial imkanlarını da nəzərə almalıyıq. Təbii ki, qarşılıqlı istəklər üst-üstə düşürsə, yəni göstəricilər dediyimiz kimi valideynin istəklərinə uyğun gəldiyi təqdirdə daha yaxşı olur və daha rahat olur. Elə onda yeri gəlmişkən belə bir sual verim ki, bəs düzgün ixtisas seçimi necə olmalıdır? Düzgün ixtisas seçimində təbii ki, bilirsiniz ki, birinci növbədə hər bir şagirdin ya əvvəldən özünün bəlirli bir seçimi olur. Məsəl üçün, mən həkim olmaq istəyirəm və yaxud da ki, mən hüquqşünas olmaq istəyirəm. Əgər konkret belə bir arzu niyyəti yoxdursa, özünü tamamilə yenə də ixtisas seçimində deyək ki, mütəxəssisə buraxırsa, biz təbii ki, günün tələblərinə uyğun olaraq seçim etməyi daha çox tövsiyə edirik. Yenə də amma burada uşağın yəni nəzərə almaq lazımdır, yenə də potensialının üstünə qayıdırıq. Çünki məsəl üçün bu uşaq əgər tibb sahəsinə uyğun bir potensialı yoxdursa, valideyn də yenə onu məcbur eləyirsə bu istiqamətə, orada da yəni vaxt və bir maliyyə etkisi yaşanır. Günün tələblərinə uyğun olan ixtisaslar, yəni ki, bugün hamı bilir ki, artıq texnologiyanın inkişaf etdiyi bir dövrəmdəyik. Hətta süni intellekt artıq elə bir boyuta gəlib çıxır ki, artıq insanı əvəz edə biləcək bir vəziyyətdədir. O baxımdan informasiya texnologiyalarıdır, kompüter mühəndisliyidir. Bu ixtisaslar bugün günümüzün artıq tələblərinə çevrilibdir və mən bugün tələbələrimdən deyə bilərəm ki, bu sahədə təhsil alan mənim elə bir tələbəm yoxdur ki, yəni o işsiz qalsın. Təbii ki, amma bu sahələr də elə sahələrdir ki, bunlara maraq olmalıdır. Mühəndislik ixtisaslarıdır. Bilirsiniz ki, bunlar texniki sahələrlə bağlı olan ixtisaslardır. Yenə də uşağın potensialına görə biz dəyərləndiririk ki, bu texniki fənlərə maraqlıdır, yoxsa humanitar fənlərə daha çox maraqlıdır, götürümü daha yaxşıdır. Ona uyğun da daha çox təkliflər veririk. Amma belə bir reallıq da var ki, məsəl üçün bilirsiniz ki, ölkə xaricində təhsil alıb gələn tələbələrin diplomlarının Azərbaycanda tanınma məsələləri var və adətən ikinci qrup ixtisaslarda bu diplom tanınma məsələləri daha rahat olur. Rahatlıq nədən ibarətdir ümumiyyətlə? Ölkə xaricində bəlirli bir ixtisaslar var ki, məsəl üçün səhiyyədir, müəllimlikdir, mühəndislikdir. Adətən bu kateqoriyaya daxil olan ixtisaslar üzrə təhsil alan tələbələr diplomlarını tanıdan zamanı, yəni sənəd yığımıdır, qəbuludur, bundan əlavə olaraq bir imtahan prosesinə də girmək məcburiyyətindədir. Amma ikinci qrup ixtisaslarda hələ ki, indi yaxın gələcəkdə bəlkə bu dəyişə bilər, amma hələ ki 2023-dən bu yana axırıncı dəyişiklik 2023-ün mart ayının 1-də olubdur. Ondan bu yana bir dəyişiklik yoxdur və ikinci qrup ixtisaslara da
təhsil alıb diplomlarını tanıtmaq istəyən tələbələrdə imtahana girmək məcburiyyəti yoxdur. O baxımdan potensialı biraz daha aşağı hesab elədiyimiz tələbələri tövsiyə edirik ki, ikinci qrup ixtisaslara yönəlsinlər. Ümumiyyətlə bax bu gün xaricdə təhsil alan bu tələbələrin, təhsil almaq istəyən tələbələrin qarşılaşdığı problemlər nələrdir əsas problem? Qarşılaşdığı, yəni artıq tələbə adını qazandıqdan sonra ölkəyə getdikdən sonra deyirsiz, yoxsa o etapa qədər. Çünki bu bir neçə etaplı olan prosesdir. Bəli. Gəlin birinci tələbə olmaq istəyənlərdən başlayaq. Tələbə adını qazanana qədər qarşılaşdığı ən böyük problemlər ola bilər ki, birinci növbədə zaten düzgün mütəxəssislə düzgün yol xəritəsi verilməsə, elə ən böyük problem oradan başlayır ki, vaxt və maliyyə itkisi yaşayır. Və bəzi hallarda da bizim deyərəm ki, 80-90% tələbələrimiz açığı birbaşa bizə müraciət edən deyil də, yəni uğursuz bir nəticəsi olub sonradan dəstək verdiyimiz tələbələr olur və biz artıq o tələbələri psixoloji tərəfdən də işləmək məcburiyyətində qalırıq, çünki bir travma alıbdır. Və bilirsiniz ki, hər bir uğursuzluq hər kəsə başqa bir formada təsir göstərir. Hətta bəzi tələbələr olub ki, artıq bu niyyətindən, bu fikrindən imtina etmək durumuna qədər gəlib çıxıbdır və müəyyən artıq psixoloji danışıqlar, izahatlar və s. ilaxır. Ondan sonra artıq belə deyək də, əvvəlki istəyinə biz onu dala qaytara bilmişik. Yəni təbii ki, biz istəyərik ki, hər bir tələbə belə uğursuz nəticələrlə qarşılaşmayıb birbaşa müraciət eləsin, amma təəssüflər olsun ki, bu günləri elə bir dönəmdə yaşayırıq ki, hətta təhsil sahəsində belə, yəni biz xidmət sferasının belə deyək də əməkdaşlarıyıq və xidmət sferasında da elədir ki, gözlə görsənən bir şey yoxdur. Biz informasiya paylaşırıq. Xüsusən də xarici təhsil sahəsində informasiyalar o qədər sürətli dəyişir ki, yəni dünən hətta aktiv olan informasiya bu gün dəyişə bilər. O baxımdan bu aktivliyi daimi şəkildə izləmək, məlumatlı olmaq, tələbəyə də, valideynə də vaxtında düzgün informasiyalar ötürmək. Yəni hər mərkəz açığı deyim ki, bunu operativ şəkildə həyata keçirə bilmir. Və bizim üçün də bu xarici təhsil sferasında zaman çox önəmlidir. Zaman hər məna təqaüd proqramları üçün önəmlidir, sənəd qəbulunda çox önəmlidir, viza prosesində çox önəmlidir. Biz zamanla belə deyək yarışırıq və bizim üçün hətta bəzən saniyələrin belə çox böyük bir əhəmiyyəti olur. Ona görə birinci növbədə belə deyək də böyük problemlərlə qarşılaşmamaq üçün hətta mən deyərəm ki, tələbələr son illərə saxlamasınlar, yəni tələbə namizədlərinə. Şagird olduğu dönəmlərdə 9-cu sinifdən, 10-cu sinifdən, ən geç halda 11-ci sinifə artıq keçid etdikdə onlar məlumat toplamağa başlasınlar. Və müəyyən məlumatları toplayandan sonra da ən azı bəlirli bir mərkəzlərin yanına getdikdə ya da bəlirli bir mütəxəssisin yanına getdikdə aldıqları informasiyaların yəni nə dərəcə ən az reallığı əks elətdirdiyini bunlar özləri də müəyyən təhlillərlə aparmış olacaqlar. Və mən sizə deyim ki, tam səmimi şəkildə, yəni il ərzində mən o qədər ödənişsiz seminarlar keçirirəm ki, yəni özüm də təlimçi olaraq beynəlxalq təhsil və karyera quruculuq istiqamətində universitetlərimizdə tələbələrimiz üçün tamamilə ödənişsiz seminarlar verir il ərzində. Yəni şərt o deyil ki, bizim mərkəzə gəlsin. Başqa yerə də gedəndə ən azı bilsin ki, hansı sualları vermək lazımdır, doğru istiqamət nədir? Yəni təhlil aparmaq vacib nüanslardan biridir. Bəli, Asiyə xanım, növbəti suala keçməmişdən öncə bu məqamı mütləq vurğulamalıyam ki, əslində mən bu gün sizə elə müraciət etməmin səbəbi də işin peşəkar olmağınızdır. Bildiyim qədərinə siz sabah qruplarını həm də bitirmisiniz. Onu da bir qısa bir məlumatla üzərindən keçərdiniz. Neçənci ildə bitirmisiniz? Mən sabah qruplarının 2016-2017-ci il məzunuyam. Əslində qalsa, məncə bugün ölkədə sabah qruplarını artıq hər kəs tanıyır. Bizim bilirsiniz cənab nazir Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrlərdə yaradılmış bir qruplar idi və oranın da ana məqsədi ölkəyə keyfiyyətli kadrların yetişdirilməyidir. Çünki bilirsiniz ki, müəyyən dövrlərdə dövlətin özü də tələbələri xaricdə təhsil almaq üçün maliyyələşdirirdi. İndi o proqramlar təzədən aktivləşibdir və həmin dövrlərdə də sabahın belə deyək də müəllim heyəti kadrosu əslində qalsa bir çoxu xaricdən gələn müəllimlər idi və yaxud da ki, daha çox praktikası olan müəllimlərə üstünlük verirdi. Hətta mən, məsəl üçün, biz ingilis dilində olan təhsilimizi bir konsulun birbaşa müəllimləri gəlib bizə tədris aparırdı. Yəni, mən ən primitivindən deyə bilərəm ki, il ərzində məsələn 2 dəfə semestr imtahanları olur. Biz hər semestrdə demək olar ki, IELTS imtahanına necə hazırlaşır uşaqlar? Biz yəni semestr imtahanlarımızı elə vermişik. Halbuki bu gün yəni tələbələr bir dəfə imtahan verir, 2 il o sertifikatın keçərliliyi olur. Yəni kifayət qədər diqqət var idi, qayğı var idi. Düşünürəm ki, bu gün də belədir, amma ilk qaranquşlar olduğumuz üçün bizə deyərəm ki, daha çox diqqət olubdu. Bəli, çox sevindim. Bəli, bu günlərdə də belədir. Çünki mən hal-hazırda da yaradıcı mərkəzlə və mədəniyyət
Nazirliyinin dəstəyi ilə bir layihə həyata keçirəm. Yaradıcı mərkəzin özündə də mən gördüm ki, orada hal-hazırda dövlət xətti ilə xaricə çoxlu göndərilən tələbələr var ki, həqiqətən də onların təqaüdü hesabına onlar təhsil alır. Elə o məqama toxunmuşkən soruşmaq istəyərdim sizdən, belə bir sual verəcəm ki, tələbələr necə təqaüdlü təhsil ala bilərlər? Ümumiyyətlə bu xaricdə təhsil alan bu tələbələrin yaşam xərcləri barədə bir məlumat verərdiniz Aysel xanım? İlk öncə təqaüd məsələsindən toxunaq. Təqaüdlü təhsil ümumiyyətlə baxır hansı ölkədən təqaüd alınır. Əgər biz məsəl üçün Avropa ölkələrinin təqaüd proqramlarından danışırıqsa, hər kəsin düzdür, hər universitetin bəlirli bir kriteriyaları olur, amma ümumilikdə məsələyə yaxınlaşdı, hamının məsəl üçün ortaq tələblərindən biri dil sertifikatı məsələsidir. Yəni IELTS göstəricisi heç olmasa minimum 6.5 olmalıdır ki, hələ o qədər təcrübələrlə işləyirik ki, artıq biz təqaüd proqramlarına da bəzən təcrübə proqramlara müraciət edə bilirik. Deməli, təqaüd proqramlarına müraciət edə bilsinlər. Təqaüd proqramlarında da ən önəmli faktorlardan biri orada bəlirli bir deadline olur. O deadline müddətində sənəd verilməlidir və sənədlər müraciət orada şablonlar var, standartlar var, onlara uyğun gəlməlidir. Məsəl üçün 6.5 IELTS-la müraciət etmək o demək deyil ki, siz bir təqaüd əldə edəcəksiniz. Siz sadəcə təqaüdə başvuru etmək şansını əldə etmiş olursunuz. Təbii ki, indi orada daha 7-8, daha yüksək nəticələri olan tələbələr olduqda siz artıq bir rəqabətə girmiş olursunuz. Məsələn, təsəvvür eləyin ki, 5 dənə təqaüd yeri ayrılıbdır və bura 300 nəfər, 400 nəfər müxtəlif ölkələrdən xarici tələbələr müraciət edir və təbii ki, də bu o deməkdir ki, sizin rəqabətliyiniz artır. Nə qədər göstəriciləriniz, GPA-nizdə, IELTS-inizdə, referans məktublarınızda, yəni bəlirli bir standart göstəricilər var ki, nə qədər yüksək olmağı bu tələbə namizədinin üstünlüyüdür və tələbə namizədlərinin də şagird olduqları dönəmdə, yəni məktəbdə təhsil aldıqları dönəmdə göstəricilərini maksimum əllərindən gəldiyi qədər yüksək tutmaqları, sosial aktivliklərinin olmağı, bax bu təqaüd proqramlarında onların üstünlük yaratmış olur. Aysel xanım, bu sənəd siyahıları ilə bağlı zəhmət olsa məlumat verərsiniz. Çünki valideynlər əsasən bununla daha çox maraqlanır, onlar üçün maraqlıdır. Hansı sənədlər toplanmalıdır, necə müraciət etməlidirlər, viza dəstəyi göstərilirmi və s. Bir də o mövzulara da toxunaq zəhmət olursa. Biz təbii ki, birinci aydınlaşdırırıq ki, tələbə namizədə hansı ölkəyə getmək istəyir. Bu aydınlaşandan sonra və hansı universitetə ümumiyyətlə sənəd vermək istəyir və ya da hansı universitetlərə müraciət etmək istəyir. Ondan sonra artıq bu bəlli olduqdan sonra deyək ki, fərz eləyək, qəbul prosesi, məsəl üçün, Avropa istiqamətində gedirsə, ümumiyyətlə bəlirli bir standartlar var ki, bu bütün ölkələr üzrə dəyişməz olaraq qalır. Əgər biz bakalavr təhsil pilləsindən danışırıqsa, yəni tələbənin bakalavr təhsil pilləsi üzrə qəbulunu aparırıqsa, təbii ki, önəmli olan sənədlərdən biri burada attestatdır. Və transkriptdir ki, 9-11-ci sinifin transkripti mütləq şəkildə olmalıdır və o GPA dediyimiz, yəni ortalama ki var, 9-11-ci sinifin biz ortalamasını orada dəyərləndirib, orada baxırıq artıq və onun üzərindən də daha çox tövsiyə edə bilirik ki, yəni hansı istiqamətlərə yönəlsə, hansı universitetlərə yönəlsə daha yaxşı olar. Əgər dil göstəricisi varsa, yəni Avropadan danışırıqsa, təbii ki, dil göstəricisi olmağı zərurətli olmadığı halda foundation proqramları üzərindən müraciətlər gedir. Avropada əsasən IELTS sertifikatıdır, amma biz Türkiyə üst tutsaq, Türkiyədə təbii ki, IELTS deyil də daha çox TOEFL sertifikatına üstünlük verilir. Yəni artıq biz ölkəni dəyişdikdə görürsünüz, sənəddə də müəyyən bir dəyişikliklər olur və bu dəyişiklikləri bilmədikdə və yaxud da düzgün məlumat almadıqda, bu da təbii ki, tələbənin hardasa, yəni bir ilini itməyi deməkdir. Gördüyünüz kimi bir ölkə dəyişikliyi olduqda artıq sənəd dəyişikliyi də olur və xüsusən də tələbələrin gedəcəkləri ölkə üzrə, yəni hansı tədris dilində təhsil alacaqlarsa, mütləq şəkildə o üzrə sertifikatları olmalıdır. Bəzən yəni tələbə Türkiyədə ingilis dilində də təhsil ala bilər, türk dilində də təhsil ala bilər, amma təbii ki, hər bir dilin özünün akademik göstəriciləri var. Çünki akademik səviyyədə təhsil alacaqsınızsa, mütləq şəkildə həmin dili üzrə sertifikatlarınız olmalıdır. Məsəl üçün, tələbə türk dilində əgər təhsil alacaqsa, TYS imtahanı dediyimiz, yəni imtahana girib TÖMər sertifikatı əldə edirlər. Yox, əgər Türkiyədə ingilis dilində təhsil alacaqsa, o zaman mütləq şəkildə həmin tələbənin artıq IELTS yox, TOEFL sertifikatı olmalıdır
Və mənim praktikamda gördüyüm belə deyək də əsas nüanslardan biri də budur ki, valideynlər başdan düzgün istiqamət almadıqlarına görə, məsələn, əlində olan sertifikatlarla istəkləri uyğunsuzluq təşkil eləyə bilər. Məsələn, bayaq dediyim kimi əlində IELTS göstəricisi var, amma deyir ki, mən Türkiyədə ingilis dilində təhsil almaq istəyirəm. Artıq burdan bir maneə çıxır. Ya tələbə qısa bir müddətdə sənəd verib, TOEFL sənəd verib onu götürməlidir və yaxud da ki, ən azından foundation proqramına yenə getməli olsa, 6 ay ilə 1 il müddətində oxumalı olur. Bəzi hallarda tələbələrin ölkə daxilinə heç bir sertifikat əldə etmədən təhsil alacaqları ölkəyə gedirlər. Bu halda da yenə dediyim kimi foundation proqramını oxumaq məcburiyyətində qalırlar və bu maddi olaraq və zaman olaraq da yenə tələbəyə də, valideynə də yəni bir zaman itkisi və maddi baxımdan itki yaratmış olur. Ayşə xanım, onda dil sertifikatları nə zaman alınmalıdır belə? Dil sertifikatları ümumiyyətlə tövsiyə olunur ki, biz burada tələbənin düzdür hazırlıq səviyyəsini bilmədən, göstəricisini bilmədən konkret bir zaman dilimi deməyimiz düzgün olmaz. Amma məsləhət olan odur ki, yəni tələbə əgər bilirsə ki, artıq seçim edibsə ki, hansı ölkəyə gedəcək, hazırlaşmağa, yəni ən azı minimum 1 il qabaqdan, yəni ki, minimum deyirəm, yəni 6 ay belə bəzən çox riskli ola bilər. Minimum heç olmasa 1 il öncədən hazırlaşmağa başlamağı məsləhətdir. Amma bu bəzi tələbələrdə 2 ildə ola bilər, 3 ildə ola bilər və onun dil götürümünə baxır. Bəs əlavə xidmətlərə nələr daxildir? Əlavə xidmətlər dedikdə, məsəl üçün belə deyək də, biz tələbə adını qazandırdıqdan, birinci əsas xidmətimiz təbii ki, qəbul prosesidir. Tələbə adını qazandırdıqdan sonra hansı ölkəyə gedəcəksə, o tələbənin orada sənədləşmə, yəni qeydiyyat prosesləridir. Vizadısa, viza prosesidir, miqrasiyadısa, miqrasiya prosesidir, qarşılanmağıdır, yerləşdirilməyidir. Çünki bilirsiniz ki, bəzi tələbələrin yəni yaxın ətrafı olmur ölkə xaricində. İndi olanlar düzdür müəyyən dəstək verirlər, amma o da tam professional bir dəstək olmur. O baxımdan məsləhətdir ki, yəni tam şəkildə düşünməsinlər ki, mən tələbə adını qazandım, artıq digər məsələləri özüm həll edə bilərəm. Bəzi şeyi bilirlər, bəzi şeyi bilmirlər. Həmin ölkə daxilində müəyyən dəyişikliklər ola bilər, sənədləşmələrlə bağlı, siyahı ilə bağlı və artıq siz Azərbaycandan bir addım ayağınızı kənara qoyanda həmin ölkə üçün, yəni xarici vətəndaş hesab olunursunuz. Xarici vətəndaş üçün isə, yəni müəyyən bəlirli bir sənəd siyahıları, göstəriciləri var ki, siz onu mütləq şəkildə, yəni əzbər biləcəksiniz deyə bir şey yoxdur. Və yaxud da bəzən olur ki, veb saytlarda indi deyirsiniz ki, müəyyən sənəd siyahıları olur. Bilirsiniz ki, köhnədən qalan bəlirli bir arxiv məlumatlar da qala bilər. Yenilənmə elə olur ki, olmur. Ona görə ya həmin ölkə daxilində bir mütəxəssisə müraciət eləsinlər və yaxud da məsləhətdir ki, elə başdan gedəcəyi şirkətlə prosesini sona qədər gətirsin və adətən kənardan dəstək alanda bu maddi olaraq biraz onlara sərf eləmir. Çünki xarici vətəndaşlara bilirsiniz ki, xarici ölkədə artıq hər şey daha yüksək dəyərdə hesablanır, amma əvvəldən üst tutduğu şirkətlə prosesini aparmağı ona maddi olaraq da daha qabağa atmış olar. Lap yaxşı. Gəlin indi biraz real кейslərdən də danışaq. Məsələn üçün xarici təhsilə gedən zaman attestatla olan təhsillərdə valideynlərdə bəzilərində belə bir fikir vardı ki, attestatla olan təhsil çox da yüksək keyfiyyətli olmaya bilər ya da ki, məsələn mən çox görmüşəm Ukraynada gedib təhsil alıblar, amma gəlib Azərbaycana geri döndükləri zaman həmin diplom tanınmayıb. Bəs belə hallarla üzləşməsinlər deyə necə, hara müraciət etməlidirlər və yaxud nələrə daha çox diqqət yetirməlidirlər? Hansı məqamlara daha çox diqqət yetirməlidirlər? Siz diplom tanınma məsələsinə yenə toxundunuz. Biz əvvəldə müəyyən qədər toxunmuşduq əslində qalsa. Təbii ki, tələbənin belə deyək ki, o əvvəldə yəni seçimləri ki var, ölkə seçimi, ixtisas seçimi, bunların hamısı yenə də düzgün mütəxəssis üzərinə mən gəlirəm. Çünki hər şey oradan başlayır. Düzgün yol xəritəsi yenə veriləndə artıq verilən zamanı tələbəyə məlumatlar verilir ki, siz tanınma normativlərinə əməl etməlisiniz. Tanınma normativlərinə əməl etmədiyiniz halda siz istəyirsiniz Oksfordda oxuyun, sizin diplomunuz yenə də tanınmayacaq. Bəzi tələbələr elə düşünürlər ki, yəni diplom tanınma məsələsinin təbii ki, universitetin prestijidir, akkreditasiya məsələsidir. Bunlar önəmli faktorlardır. Amma normativlərdə biz göz ardı baxa bilmərik. Yəni ən primitiv normativdən məsəl üçün deyə bilərəm ki, tələbənin təhsil aldığı dönəm ərzində ölkə sərhədləri daxilində olmağı mütləqdir. Və təbii ki, əyani tələbədirsə. Qiyabi tələbələr üçün də yenə ildə 2 dəfə sessiya dönəmləri var ki, o dönəmlərdə mütləq şəkildə ölkə daxilində olmalıdırlar. Yəni sərhəd giriş-çıxışları mütləq şəkildə yoxlanılır.
Hətta belə deyək də, mən bayaq da qeyd elədim ki, bəzi ixtisaslarda imtahan məcburiyyəti var. İmtahanı o halda buraxılır ki, tələbə onun bütün sənədləri, birinci təqdim etdiyi sənədlər qaydasındadır. İkinci növbədə sərhəd giriş-çıxışında hər hansı bir problem yoxdur. Bu halda artıq imtahana buraxılır. Yəni bunların hər hansı birində problem varsa, zaten artıq imtahana buraxılmır. Bunlar tamlıqda, yəni məsələyə yanaşmaq lazımdır. Mən birini edim, digərini etməyim, yenə də gəlib problem yaşayır. Yəni təbii ki, hər kəs daha prestijli bir universitetdə təhsil almaq istəyir. Bu, düşünürəm ki, hər kəsin haqqıdır. Amma hər kəs o yükün altından qalxa bilirmi? Bu günləri, bəli, xaricdə təhsil almaq o qədər də çətin bir məsələ deyil. Xaricdə tələbə adını qazanmaq elə çətin bir məsələ deyil. Çünki tək attestatla bunu həyata keçirmək mümkündür. Amma hər kəs diplom ala bilərmi? Gəlin bir də məsələyə bu tərəfdən baxaq. Yəni, xaricin mən düşünürəm ki, ən gözəl tərəflərindən budur. Hər kəsə tələbə adını qazandırır, amma hər kəsi məzun etmir. Məzun olmaq üçün artıq yetərli bilik, savad və yeri gəlində, yəni müəyyən bir təcrübələr də olmalıdır. Bu çox gözəl məqam idi. Nəyə görə? Çünki bizim bugünkü gündə əsas valideynlərin düşündükləri məsələlərdən biri odur ki, diplom xəttinə tək övladım diplom alsın, tək ona görə universitetə daxil olsun, onun üçün maraqlı deyil, uşaq bu sənəti sevir, sevmir və yaxud gələcəkdə bu sənətin perspektivi varmı, yoxmu? Çünki biz özümüz də məktəbdə çalışırıq və həqiqətən də seçim edərkən valideynlərin düşüncələrinə baxırsan, uşaqların düşüncələrinə baxırsan, bəzən özü də bilmir nə üçün o sənətə gedir və nəyə görə o diplom gələcəkdə tanınacaqmı və yaxud o diplomla təmin ediləcək, iş tapa biləcəkmi? Onlara da diqqət yetirməli. Ona görə də burada çox önəmlidir ki, birinci növbədə istər şagird, istər valideyn onların istəklərini birinci növbədə konkret bilməlidirlər. İkincisi də onlar üst-üstə düşməkləri daha doğrudur. Çünki əslində Aysel xanım, siz onları yönləndirdiyiniz zaman xaricdə təhsilə böyük bir məsuliyyət üzərinizə götürmüş olursunuz, düzdür? Yəni 10 ildir siz bu işdəsiniz. Onların orada təhsili, orada keyfiyyəti və valideynlərin təbii ki, bu da ödənişləri onlar tamamilə istəklərinə cavab verməlidir, düzdürmü? Bax, hansı hadisələrlə, belə maraqlı hadisələrlə qarşılaşırsınız burada? Nə narazıçılıqlar olur və yaxud hansı üstünlüklər olur? Biraz istərdim real bir o praktikada gördüyünüz hadisələrdən də danışasınız ki, məsəl üçün maraqlı. Hadisələr o qədər çoxdur ki, bir neçəsini, yenə məsəl üçün ixtisas seçim məsələsinə qayıtsaq, birinci ziddiyyət məsəl üçün belə deyək ki, əgər həmfikir deyillərsə və çox zamanda praktikada biz nə görürük? Deməli, valideyn hədəfləri daha yüksəkdir, uşağının daha yaxşı ixtisasda və bu gün də ən yaxşı ixtisaslardan biri tibb təhsili hesab olunur təbii ki. Yəni, həkim olaraq görmək istəyir, amma uşaq istəyi o deyil. Birmənalı şəkildə istəyi o deyil. Bəlkə də istəyi, belə deyək də, valideyn o qədər öz hədəfinə fokuslanıbdır ki, uşağın həqiqətən istəyi nədir, fikirləri nədir, onu belə artıq maraqlanmır. Və bəzi hallarda mən valideynlərdə görürəm ki, övladını konsultasiya gətirməkdən biraz çəkinirlər. Bəzən də demagog valideynlər olur, xüsusən də biz bunları analarda görürük. Mən hətta özüm israr edirəm ki, gətirin uşağı, mən bir dəfə olsun onu görüm. Çünki uşağı görməyənə qədər, tələbə namizədini görməyənə qədər verdiyimiz bütün məsləhətlər, yəni səsləndirdiyimiz bütün fikirlər natamam qalmış olur. Doğrudur. Və o qədər praktikada olubdur ki, mən valideynlə başqa bir konsultasiya aparmışam. Uşaq gələndən sonra konsultasiyanın istiqaməti tamamilə artıq dəyişibdir. Ona görə məsləhət olan başda bir yerdə gəlməkləridir. Amma bu fikir uyğunsuzluqları ki var, deməli, o fikir uyğunsuzluğu praktikada nə görmüşəm, nəyə gətirib çıxarıbdır? İsrar eləyibdir, qəbul verilibdir, yəni tibb ixtisasına qəbul olubdur. Üstündən, belə deyək də, bir il keçəndən sonra artıq tələbənin kifayət qədər kəsirləri olub. Çünki tibbdə belə bir şey var ki, yəni bəlirli bir ixtisaslar var ki, siz o ixtisası verməsəniz, ikinci kursa keçə bilmirsiniz. Hətta yəni 5 il birinci kursu oxuyan tələbələr mən tanıyıram. Yəni o baxımdan həm məsuliyyəti ağırdır, həm gedişatı ağırdır. Bir il keçir və təhsilini davam elətdirə bilmir, kəsirləri çox olur, sinifdə qalır. Ya valideyn təzədən illik təhsil haqqı ödəniş edib onu birinci kursu yenidən oxutmalıdır və yaxud da ki, artıq belə deyək də istiqamətini dəyişməlidir. Yəni bu baxımdan belə deyək də valideynlərə üst tutaraq buradan demək istəyirəm ki, övladınızı dinləyin. Yəni onun həqiqətən istəyi nədir, arzusu nədir? Çünki sabahları o ixtisas üzrə karyerasını
Yəni bu uşaq davam elətdirəcək, o karyerasını quracaq və çox zaman bu gün cəmiyyətimizdə ən böyük problemlərdən biri də odur ki, barmaqla sayılacaq qədər az insanlar var ki, öz təhsil aldıqları ixtisas üzrə karyeralarını qura bilirlər. Ki bizim mərkəzimiz yəni ona görə karyera quruculuğu ön plana çıxarıbdır. Düşünürəm ki, yəni valideynlər bu istiqamətdə övladlarını dinləməlidirlər. Birinci onları dinləməlidirlər. Mən sizə tamamilə qatılıram. Çünki mən hər dəfə burada deyirəm. Məsələn, mən özümdən yenə də gedib danışacağam bir qədər qısa misal götürək. Atamın çox istədiyi bir şeydir ki, mən tibbdə təhsil alım. Mən doğrudan da tibb sahəsinə daxil oldum, pediatriyaya daxil oldum, amma mən qanı görən kimi ürəyim gedir. Yəni sizdə də eyni problem oldu. Çox tamam başqa bir ixtisasa getmək istəyirdim. Tarixi çox sevirəm, humanitar fənləri çox sevirdim, amma onun istəyini həyata keçirmək üçün daxil oldum. Hə, ata, mən daxil olmuşam. Amma mən gördüm ki, mən onu davam elətdirə bilmərəm. Dediyim kimi, uşağın burada emosional durumu çox önəmlidir. Ki, psixi olaraq da o hazır olmalıdır ki, çünki tibb təhsili, yəni mən kimya müəllimiyəm də, bugün Seçenovda, bugün Moskovskiy Meditsinskiy Akademiyada, bugün başqa tibb universitetlərində təhsil alan tələbələrim var və mən görürəm ki, o təhsili almaq üçün həqiqətən də bir qədər daş ürəkli olmalısan, bir qədər daha ona soyuqqanlı olmalısan, sanki elə həkim kimi doğulmalısan bir növ. Və hətta mən sizə deyərdim ki, genetik də burada çox rol oynayır. Məsələn, adətən nəslində ata, ana həkim olan uşaqlar onu çox gözəl davam edir. Mən bunu genofondla sırf əlaqələndirirəm ki, o informasiya bunların genlərində var. Bunlar çox önəmli faktorlardır. Mən bunu dəfələrlə valideynlərə vurğulayıram ki, bəli, valideyn sizin istəyinizi biz nəzərə ala bilərik, amma uşağın istəyi və bir də uşağın potensial imkanı dediyiniz kimi, həqiqətən də potensial imkan onun istəyi ilə üst-üstə düşürmür. Çünki elə olduğu zaman həqiqətən də o rahat bir şəkildə ora daxil ola bilir. Mənim də dəfələrlə rastlaşdığım hallar olub. Tibb Universitetinin balını toplayıb, uşaq psixologiyanı, ingilis dilində psixologiya fakültəsinə vurub qəbulda. Özü bunu seçib. Və valideyn də dəfələrlə şikayət edəndə bildirilib ki, bildirmişəm ki, bu sizin övladınızın öz istəyidir. Dəfələrlə biz sizə bildiririk. Amma hal-hazırda təhsil alanda o necə zövqlə təhsil alır uşaq? Necə, bəli, zövqlə, ona görə ki, o özü başa düşür ki, mən bu ixtisası sevirəm və mən bu işlə gələcəkdə məşğul olacağam. Ona görə də mütləq burada şagirdlərin və yaxud tələbənin istəyi, potensial imkanı və təbii ki, valideynlərin də sonra istəyini biz nəzərə ala bilərik. Üst-üstə düşürsə nə gözəl. Gülşən xanım, maraqlı faktlardan biri də budur ki, o uğursuz nəticə olanda, yəni uşağın deyəcəyi söz bu olurdu ki, yəni mən seçməmişdim ki, mən istəməmişdim ki. Yenə də bütün məsuliyyəti atır valideynin üzərinə ki, sən məni məcbur elədin. Çünki insan öz seçmədiyi bir şeyin məsuliyyətini dərk eləyə bilmir, arxasınca gedə bilmir. Hələ də ki, tibb kimi məsuliyyətli bir sahə. Bax, ona görə də mən burada bir qədər valideynləri, müəllimləri də həmişə belə günahlandırmaq deməzdim, bir qədər önəmli sayıram ki, nə mənada mütləq müəllim öncədən valideynə bildirməlidir. Mənim sizə qeyd etdiyim kimi, mən valideynə il boyu, ilin əvvəlində də, ortasında da nə qədər təkid etsə, sanki məsuliyyəti üzərimdən götürülmüş kimi bildirirəm ki, sizin uşağınızın istəyi budur. Baxın, potensial imkanı çatır, amma budur. Sabah o gedib qəbulda bunu yazdığı zaman siz bizdə günah görməyin. Çünki belə bir hallar olanda tez zəng vururlar pedaqoqa ki, bu niyə belə oldu? Və mən dəfələrlə vurğuluram, siz övladınızla əvvəlcədən söhbət etmişdiniz və bilirdiniz onun istəyinin bu olduğunu. Ona görə də siz zəhmət olmasa, nə uşağın, necə deyərlər, geri o illərini atılmasına səbəb olun, nə də ki, özünüzdə o məyusluq hissini yaşayın. Ona görə də bu çox önəmli bir məsələ idi. Asil xanım, başqa, məsələn, olurmu ki, təhsil haqqı ödənilir, amma müəyyən bir yerə gəlib çatanda maddiyyatda problem yaşanır. Bəs onlar necə davam edirlər? Onlarda necə xarici ölkələrdə, bəli. Olurmu belə hallar? Onlarda hər hansı bir güzəştlər varmı, yoxsa necə? Tələbə adını qazandıqdan sonra artıq xüsusi bir təqaüd əldə etməyibsə tələbə və yaxud da ola bilsin ki, 50%, 75% bir təqaüd əldə edib, amma geriyə qalan bir faizi var ki, o ödənməlidir artıq. Yəni, belə deyək də, illik təhsil haqqını bir ildən sonra, məsələn, bir il təhsilini ən azı bitirməlidir ki, sonradan maddi imkanı əgər əl verməsə, təbii ki, təhsilini dondurmaq kimi bir imkanı var. Amma yenə də o bir ili gözləmək lazımdır. Xaricdə oxuyan bu şagirdlər
Geri qayıdırmı sonra Azərbaycana, yoxsa elə orada da davam edir? Məsələn, mənim şəxsən təcrübəmdə gördüklərim, mənim hal-hazırda İngiltərədə də, Türkiyədə də, başqa Rusiyada da təhsil alan tələbələr var ki, demək olar ki, onlar elə orada da davam edirlər. Nəyə görə? Çünki həqiqətən də o cür kadrlara hər zaman ehtiyac var və onlar artıq bir növ adaptasiya olunurlar o mühitə və rahat bir şəkildə o da irəliləmə şanslarını da gördükləri üçün davam edirlər. Bilmək istəyirdim, neçə faiz Azərbaycana geri qayıdır və yaxud orada qalır? Ümumiyyətlə belə deyək də, sizin fikrə konkret bir rəqəmlər səsləndirmək mümkün olmayacaq, çünki belə bir konkret bir statistika mövcud deyil. Ümumilikdə belə deyək də, yəni ki, bu xaricdə gedib təhsil alan tələbələrin 50-50-yə deyə bilərəm mən. Yenə də bu tələbənin potensialından asılıdır, maraq dairəsindən asılıdır. Çünki bəzi tələbələr bakalavra bitirdikdən sonra yenidən magistr təhsil almaq istəyirlər, hətta prosesləri daha da uzatmaq üçün bu sonra doktorantura üzərindən gedir və artıq gedişat göstərir ki, bu tələbənin hədəfi, yəni burada təhsil alıb, burada qalıb yaşamaqdır. Amma bakalavra adətən bitirən kimi ölkəyə qayıdanlar, bu bilinir ki, hə, okey, onlar artıq yetərlidir. Bundan sonraki fəaliyyətlərini, hətta təhsillərini də öz ölkələrində davam etdirmək istəyirlər. Asiyə xanım, bir məqam da çox önəmlidir, onu istəyirdim vurğulayam. Məsələn üçün, mənim tələbələrimdən biri Türkiyədə təhsil alır, biz ona mütəmadi danışırıq, baxmayaraq ki, tamam başqa proqramlarla daxil olublar. Təbii ki, onlar yenə də kimya keçirlər və laboratoriya işlərlə bağlı hər hansı problemin olanda mənimlə zəngləşir və biz onu həll edirik. Nəyə gəlib toxunmaq istəyirəm? Mən həmin universitetdə tələbələrin asudə vaxtını səmərəli keçirmək üçün qurduqları şəraitə baxdıqda bir daha əmin oluram ki, belə bir şəraitdə əlbəttə ki, heç bir tələbə oranı qoyub gəlib burada məsəl üçün təhsil almaq istəməz. Nəyə görə? O qədər gözəl qurulub ki, onların idman üçün, dəyərli vaxtlarını, zamanlarını kitabxanalarda keçirmək üçün böyük kitabxanalar var. Hətta musiqi, əyləncə, dediyim kimi, asudə vaxtlarını istənilən halda onlar çox belə keyfiyyətli bir şəkildə keçirmələri üçün hər cür şərait qurulub. Bir çox universitetlərin Avropada da, Türkiyədə də kampusları var. Bəli, kampuslara da və bu gün tələbələr daha çox kampusları olan universitetlərə daha çox üst tuturlar, tutmalıdırlar hətta. Çünki sizin də dediyiniz kimi, kampus olan universitetlərdə o dediyiniz nüanslar nəzərə alınır. Tələbənin əlavə asudə vaxtlarında səmərəli təşkil məsələləri. Çünki tələbələrin böyük bir qismi yataqxanada qaldığına görə demək olar ki, vaxtının böyük bir qismini artıq universitetdə keçirmək məcburiyyətində qalır. Və digər dediyiniz hallar olmadıqda, onda artıq universitetdən kənar müəyyən, belə deyək də, hansısa əyləncə yerlərinə və yaxud da düzdür, getmək lazımdır, kəşf eləmək lazımdır, amma universitet əgər kampus olaraq hər şeyi təmin eləyirsə, kənara nə ehtiyac? Çünki kənarda hər şey zaten bahalı olur. Bəli. Burada tələbə olduğu üçün müəyyən bir imtiyazlar, güzəştlər, ödənişsiz. Ödənişli olan şeylər belə çox cüzi bir miqdarda olur. Hətta deyim ki, bilirsiniz ki, tələbə kartları var. Elə Türkiyə qeyd elədiniz, Türkiyə üzərindən danışaq. Həmin tələbə kartlarını artıq əldə etdikdən sonra nəqliyyatda, bir çox hətta kofemaniyalarda belə, yəni molların özlərində müəyyən güzəştlər, endirimlər əldə edə bilirlər. Təbii ki, və bu da onlara bir qədər də stimul verir ki, onlar gedib orada təhsil alsınlar və kampusda qalan ailə tələbədən danışmaq istəyirdim. O çəkilişdə də göstərmişdi ki, dediyim bütün o idman zallarıdır və s. bunlar hamısı ilə universitet özü təmin edir onları. Və təbii ki, o həm şagird üçün, həm tələbə üçün maraqlı olur açıqcası, həm də zamanı daha dəyərli keçirdir. Yəni kitabxananı seçən kitabxanaya gedir, musiqini seçən, gitarada o belə deyək, ifa etmək istəyir və s. Yəni geniş bir çeşid olduğu üçün bu tələbələrin nəinki akademik biliklərinin, həm də o emosional sahələrinin də inkişafına böyük təsir göstərir. Sosiallaşma daha sürətli və aktiv şəkildə gedir. Çox yüksəkdir. Çünki bilirsiniz ki, məktəb dövründə də asosial uşaqlar çoxluq təşkil edir. Bu da əslində təbii bir haldır ki, yəni böyük bir qism ya məktəb, ev, hazırlıq, yəni bu intervalda gedir də. Və 11-ci sinifdə də onların əlavə sosiallaşmağa bir o qədər vaxtları olmur. Yəni tələbəçilik dönəmləri onların əsl sosiallaşacağı vaxtdır. Hətta mən qiyabi təhsil alan tələbələrimə də çox vaxt məcburiyyət olmadığı müddətcə qiyabi təhsil tövsiyə eləmirəm. Çünki hər kəsin həyatında tələbəçilik dönəmi yəni bir dəfə olur və onu əlindən gəldiyi qədər maksimal dəyərləndirməyə bacarmalıdır. Hətta qiyabi tələbələrimə də deyirəm ki, ən azı kənarda olan aktivitetlərə
gedin mütləq şəkildə. Çünki sosiallıq tələbənin gələcək karyera quruculuğunda da önəmli faktorlardan biridir. Hətta icazə versəniz mən bir məqama toxunmaq istəyirəm. Buyurun. Bayaqları yaşam xərcləri mövzusuna toxunduq. Məsəl üçün kampusun içərisində yataqxananın olmağı tələbənin yaşam xərclərinə də bu mənada müsbət təsir göstərir. Çünki bilirsiniz ki, bu günləri ümumiyyətlə hər şeyin bahalaşdığı bir dövrdə yaşayırıq. Bəzən təhsil, belə deyək ki, kiralıq evlər, yataqxanaların qiymətləri hətta təhsil haqqıdan daha bahalı ola bilir. Yəni hal-hazırki 2026 dönəmi bu formatda davam eləyir və o tələbələr şanslıdırlar ki, dövlət yataqxanalarında yer tapa bilirlər. Çünki onların illik təhsil haqqları və yaxud da aylıq ödənişləri daha minimal bir büdcə olur, amma kənarda təbii ki, alternativ olaraq dövlət yataqxanaları açıq istədiyim ki, çox sürətli şəkildə dolur. O baxımdan oranı hədəf tutanlar, necə ki, dövlət universitetini hədəf tutanlar operativ olmalıdırlar, göstəriciləri yüksək olmalıdır. Bilirsiniz də, universitetlərin birinci partiya sənəd qəbulu, ikinci, üçüncü partiya ən çox kontenjanın da olduğu partiya demək olar ki, birinci partiya olur. Ona görə yəni bu izləməni saxladığı kimi eyni qaydada dövlətin də yataqxanasını bu formatda izləmədə saxlamaq lazımdır. Özəllərdə durum belədir ki, özəllərin həqiqətən də yəni bugünkü olan qiymətləri o qədər yüksəkdir ki, biz valideynlərdən belə deyək də bununla bağlı açıq deyim ki, çox şikayətlər eşidirik, amma bizim müdaxilə edə biləcəyimiz bir məsələ deyil də. Ən pis versiyada biz alternativ kimi bunu təklif edirik ki, öz qrup yoldaşı ilə və yaxud da bizim məsləhət bildiyimiz bir neçə tələbələrlə bir yerdə kiralıq bir evə çıxa bilərlər və həmin o yaşam xərclərini də aralarında bölmə imkanları olur. Asiyə xanım, mən əslində bir dənə də sonuncu olaraq toxunmaq istədiyim məqamlardan biri də odur ki, məsəl üçün burada təhsil alan tələbələrdə də görürəm, bizdə praktika zəifdir. Yəni biz daha çox universitetlərimizdə daha çox yönəlikdilər akademik biliklərə. Yəni bu hal-hazırda da mənim çoxlu qrup yoldaşlarımla da universitetdə çalışan, çoxlu fərqli institutda da çalışan, fərqli vəzifələrdə çalışan, yəni qrup yoldaşlarımla da əlaqə saxlayıb məlumat almaq istəyəndə, çünki mənim öz qızım gələn abituriyent olacaq və mən də bir valideyn olaraq onun məsuliyyətini daşıyıram. Məlumat alanda görürəm ki, baxın, üzərindən neçə illər keçməsinə baxmayaraq, hələ də o istədiyimiz hansı ki, Avropada o təhsildə olan o belə deyək yüksəlişləri biz sanki hələ ki burada onu tapa bilmirik. Yəni necə ki bizim vaxtımızda o praktikada bəli öz təhsil sistemimizdə danışır. Praktika yenə də olduğu kimi zəifdir. Məsələn, tələbələr təhsil alan tələbələrdən də çox vaxtı soruşanda bir məqama toxunacağam. Məsələn, tibb fakültəsində təhsil alır. Bunlar gedirlər, baxırlar, müəyyən izləməlidirlər nəyisə. Bir də görürsən, məsələn, bildirir ki, icazə yoxdur. Xəstənin qohumu bildirir ki, mənim xəstəm izlənməməli. Bəs bu necə həkim olacaq? Bəs bu onu izləməsə, sabah necə praktikasında tətbiq edəcək? Yəni, bunlar bir qədər, bilirsiniz, həqiqətən də onların inkişafı, mütəxəssis kimi yetişməsi üçün olan maneələrdir. Ona görə Avropa təhsilinin o üstünlükləri, bugün Avropa ona görə üst tuturlar ki, yəni belə deyək də, daha çox valideynlər istəyirlər ki, övladları hər tərəfli təhsil ala bilsin, hər tərəfli inkişaf edə bilsin və öz sənətinin mütəxəssisi olsunlar. Yəni bu çox vacib məqamlardandır. Açıq ixtisasa görə yanaşma olunmağı daha düzgündür. Məsəl üçün valideyn gəlib desə ki, tibb təhsili ilə maraqlanırıq. Artıq tibb ixtisası nöqteyi nəzərindən yanaşılmalıdır ki, tibb təhsili verən, ən keyfiyyətli tibb təhsili verən universitetlər haradır və yaxud da hansılardır? Bugün bilirsiniz ki, biz yəni hər Avropanın adını hər nə qədər çox çəksək də, yəni səhiyyədə öndə gedən ölkələrdən biri də Türkiyədir. Yəni Türkiyənin bugün verdiyi, yəni var olan səhiyyəsi özünü pandemi dövründə də kifayət qədər göstərdi. Və demək olar ki, hər universitetin özünün xəstəxanası var. Hansı ki, sizin toxunduğunuz məsələ ki, tələbələrin tibb təhsili dönəmlərində eyni qaydada aktiv praktikalarında getmək üçün və canlı praktikalarını getmək üçün yəni bu şəraiti yaradırlar. Olmayanlar da ən pis halda anlaşmalı olduqları xəstəxanalar var. Amma artıq elə bir dönəmdəyik ki, yəni universitetlər də bunun fərqindədirlər ki, yəni bu vacibdir. Olmayanlar da çalışırlar ki, var olmaq üçün. Yəni o baxımdan biz tibb üzərindən söhbət elədikdə, birinci təbii ki, əgər tələbənin potensialı da əl verirsə, birinci önərəcəyim istiqamətlərdən biri Türkiyədə tibb təhsilidir. Sonrasında təbii ki, alternativlər gəlir.
Əgər qiymət baxımından daha münasiblik istəyirsə, biz Gürcüstanda da tibbi önəririk. Çünki oranın da səhiyyəsi kifayət qədər yaxşıdır, həm də qiymətləri də münasibdir. Asiyə xanım, və son indi yekunlaşdıracağam, amma bir öncəliklə onu bilmək istəyirdim ki, siz ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz? Xarici təhsil almaq istəyən tələbələrə bu təhsil pilləsindən asılı olaraq dəyişir, amma hamısına ümumilikdə deyə biləcəyim əsas fikir ola bilər ki, birinci növbədə araşdırsınlar. Yəni hətta mütəxəssisin yanına getməmişdən əvvəl belə bir mərkəzi də araşdırsınlar. Doğru. Bir statistikalarına baxsınlar, bir ümumiyyətlə rəhbərlik kimdir? Çünki belə deyək də, bəlirli bir şirkətlərin, yəni əməkdaşlar olur ortada, amma bir arxa fonda kim var həqiqətən? Yəni bu şirkətin arxasında bir kim durur və o özü necə bir mütəxəssisdir? Çünki xarici təhsil sferasında olan şirkətlərin belə deyək də, düşünürəm ki, ən azından rəhbərinin də özünün yəni yetərli bir təcrübəsi olmalıdır ki, orada olan əməkdaşlara da o düzgün təlimatlar verə bilsin. Və mən bəlkə də hətta bunu yəni xüsusi olaraq altını çizmək istəyirəm ki, bizim əməkdaşlarımızın konsultasiya vermək kimi yetkisi yoxdur. Yəni konsultasiyanı yalnız ekspert verə bilər ki, çox böyük hallarda, yəni ki, bu konsultasiyaları mən özüm icra edirəm. Əməkdaşların yəni verə biləcəyi bəlirli bir informasiyalar var. Çünki konsultasiya etmək artıq yol xəritəsini vermək deməkdir. Bu isə kifayət qədər böyük bir məsuliyyətdir. Yəni bu seçimi zaten düzgün mütəxəssis seçimini başdan düzgün etdikdə qalan bütün proseslər rahat gedir. Orada elə yanlış olduqda səhv də onun arxasınca demək olar ki, gəlir. Mən təkrar çox sevinirəm sizi tanımağıma, Asiyə xanım. Çünki bir şagird fest olaraq mənim bu layihəni etməkdə də əsas məqsədim istər şagirdlərin, istər tələbələrin məhz praktiki biliklərini, praktiki yəni bacarıqlarını artırmaq idi. Məsələn üçün bu yaxınlarda biz Lənkəran rayonunda, indi bundan sonra başqa rayonlarda da keçirəcəyik. Orada deməli biz maliyyə savadlılığı ilə bağlı təlimlər keçirdik ki, bu çox önəmlidir, real кейslər qoyuldu. Amma sizinlə də bir başqa əməkdaşlığımız olacaq. Çünki sizdə çox gözəl təlimlər, mən özüm dünən şəxsən orada iştirak etdim. Biznesin qurulması təlimi çox mükəmməl idi və mən inşallah ki, tələbələri də bu istiqamətdə sizə yönləndirməkdən böyük bir zövq alacağam ki, onlar gəlib ödənişsiz əsaslarla sizin bu təlimlərdən məhz işi bacaran insanlardan öyrənsinlər. İnşallah davamlı olar. İnşallah düşünürəm ki, və bir-birimizə və eləcə də cəmiyyətimizə fayda verə bilərik. Çox xoş oldu. Minnətdaram sizə. Çəkdiniz, gəldiniz. İnşallah ümid edirəm ki, birlikdə daha gözəl uğurlara imza atarıq. İnşallah. Hədəfimiz və məqsədimiz budur. Beləliklə, əziz izləyicilər, biz verilişimizi yekunlaşdırırıq və düşünürəm ki, sizin üçün faydalı oldu və əgər xaricdə təhsillə bağlı hər hansı bir suallarınız olarsa, Asiyə xanıma müraciət edə bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Mən də təşəkkür edirəm. Dəvətiniz üçün çox xoş oldu və düşünürəm ki, silsilə formatda gedən bir sıra verilişlərimiz həm cəmiyyətimizin maariflənməyinə, həm tələbələrimizin düşünürəm ki, daha aydın və dəqiq fikirlərin formalaşmağına səbəb olacaq. Və belə bir təşəbbüskarlıq etdiyiniz üçün sizə də özlərin təşəkkürümü bildirirəm. Çox sağ olun, Asiyə xanım. Mən də minnətdaram.